Əzizlərimiz, geniş həyətyanı sahəsi ilə həyətinə 200 maşın daxil olan belə bir ev gəlmişəm sizlər üçün çəkməyə. Deməli, evimiz yerləşir Masazırda. 6 saylı məktəbdən cəmi 100-150 metr məsafədə. Suyu, qazı, işığı hər biri daimidir. Kanalizasiya mərkəzidir. Gördüyünüz kimi dəyərli izləyicilərimiz kombi xətti çəkilib. Su xətti, qaz xətti hər biri mövcuddur. Evimiz hündür ərazidə yerləşir. Gələndə inşallah görəcəksiniz. Nəmişliyin olmadığı bir ərazidə yerləşir. Dəyərli izləyicilərimiz, bu evə bilmirəm 4 otaq deyim, yoxsa 3 otaq deyim. Çünki baxın, burada belə bir sürprizlə qarşılaşdım. Gəldik bura mətbəximizdir. Mətbəxdən bir dənə də bu tərəfdə balaca belə bir otaq düzəldir, evyəsi. Oranı detskid eləmək olar. Və ondan savayı 3 otaq daha var. Bura evimizin yataq otağıdır. Otaqları genişdir. Bura digər yataq otağımızdır. Bura isə hamamsanız elimizdir, dəyərli izləyicilərimiz. Bura isə evimizin qonaq otağıdır. Mən deyərdim, detski otaqla qarışıq 4 otaq deyərdim evimizə. Qiymət 77.000 manatdır. Sənəd paket kupsadır. Evində torpağın da kupsası var. Hətta baxın, burada yüksək əkmək üçün yer də qoyulur. Gördüyünüz kimi bu kanalizasiya xəttidir. Birbaşa gördüyünüz kimi baxın, evin üstünün suyu, yəni kırışan suyu birbaşa mərkəzi kanalizasiyaya axır. Bura trapımızdır, həyətin suyu. Gördüyünüz kimi belə deyim sizə, axşamdan yağır. Möhkəm yağır, həyətdə 1 qram da olsun su qalmayıb. Çünki bura trap qoyulub, trapdan birbaşa mərkəzi kanalizasiyaya gedir su. Emin, nə deyə bilərsən? Lap yaxşı. Bu qiymətə belə. Qiymət 77.000 paket kupsalı əladır. Dövlət ipotekasına da yararlıdır, dəyərli izləyicilərimiz. Ev özdə birbaşa yola baxır. Yəni burada başqa bir qonşu yoxdur. Buradan sola düşdüz 100 metr. Asfalt küçədir. Düz Masazırın çıxışına qədər, şəhərə qədər asfalt olacaq. Sağ olun, salamat qalın dəyərli izləyicilərimiz.